Salam Ramin bəy, hər vaxtınız xeyir. Bu gün əslində hamımızın, bir çoxumuzun etdiyi, mütaliə haqqında danışacağıq. Amma bu mütaliə edərkən bizim təbii ki, dünya görüşümüzün artması ilə birlikdə, bizim, belə deyim, psixologiyamızda və mentalımızda da bir çox şey dəyişir. Açıqcası bu epizod üçün mən hazırlaşanda öyrəndiklərimi indiyə qədər bilmirdim. Buna görə də mənim üçün də çox maraqlı və faydalı oldu və inanıram ki, dinləyicilərimiz üçün də maraqlı bir epizod olacaq. Gəlin başlayaq. Başlayaq. Mən də ümidvaram ki, faydalı bir paylaşım olacaq. Mütaliə insanın yazını kəşf etdikdən sonra e, onun həyatında, məişətində, bütün sahələr. Deyərdim ki, inqilabi uğurlardan biridir. Çünki məsələn, ibtidai icma quruluşu dönəmində insanlar yaşayırdılar, bir əsas məşğuliyyət növləri olaraq tutaq, ovçuluq, yığıcılıq, üzr istəyirəm bu ifadəmə görə, heyvandan insanın bir o qədər fərqi yox. Amma bax, bu getdikcə şüurun inkişafı, o qayaüstü rəsmlərin cızılması yavaş-yavaş, təsvirlər və s. və ilaxır, insanlar səsdən başqa vasitə ilə də mesaj ötürməyi, sosiallaşmağı öyrənə bildilər. Bu çox önəmlidir. Həm də həmin dövrün, həmin zamanənin çərçivələrində yox, bu mesaj gələcəyə də ötürülürdü. Biri var, eyni anda, eyni zamanda, eyni məkanda danışdınız, əlaqə yaratdınız, ünsiyyət qurdunuz, problemləri həll etdiniz. Amma yazının və oxumağın önəmi ondan ibarətdir ki, bu insana imkan verir ki, bu ünsiyyət zaman çərçivələrini aşsın, Bəli, gələcəyə ünvanlansın. Biz indi məsələ həmin o yazı və mütaliənin köməyi ilə min illər bundan əvvəl baş vermiş hadisə və proseslər haqqında hansısa fikirlər irəli sürə bilirik. Və hərçənd ki, təəssüflərlə bunu qeyd eləmək istəyirəm ki, oxumaq, mütaliə getdikcə öz yerini başqa nəsnələrə verir ki, bu da bir qədər təhdid doğuran haldır. Narahat edici ən azından haldır. Bax, mütaliənin önəmini vurğulamaq üçün mən çalışdım ki, bir qədər daha dərin fəlsəfi, tarixi bir ekskursiya edək başlamazdan əvvəl. bəli, doğrudur. İndi faydaları haqqında da danışacağıq, metodları haqqında da qısa fikir mübadiləsi aparacağıq. Mən elə bilirəm, siz də bu fikirlə razılaşarsınız. Əslində, bu fikir əksəriyyətdə var, sizdə də, məndə də ki, biz mütaliə vərdişlərini, bacarıqlarını daha geniş miqyasda təbliğ etməyə çalışmalıyıq. Doğru. Yəqin siz də görmüsünüz, hər birimiz xaricə gedəndə, bulanda, insanlar metrolarda, avtobuslarda, mollarda kitab oxuyurlar və indi planşetlər var, mobil telefonlar var. Bunlar öz yerində. Onlar da bir vasitədir. Ancaq biri var, bu müasir texnoloji vasitələrdən oyunlar üçün, əyləncə üçün, sadəcə sosiallaşmaq üçün və yaxud vaxt keçirmək üçün yararlanırsınız. Biri var, bu müasir texnoloji cihazlarda bilmirəm, Tolstoyu, Viktor Hugo'nu və s. və ilaxır, Nizami Gəncəvini, onların əsərlərini bu müasir texnoloji cihazlarda oxuyasınız. Bax, bunlar fərqli məsələlər. Sizin də əgər giriş fikirləriniz varsa, məmnuniyyətlə qulaq asardım, əlbəttə ki. Təşəkkür edirəm, çox sağ olun. Sözsüz, belə deyim, oxumaq bizim ümumi dünya görüşümüzü artırdığı kimi, əslində sosial münasibətlərimizi də artırdığını düşünürəm.
Necə? Yəni biz, tutaq ki, bu daha çox hətta deyərdim ki, bədii ədəbiyyat oxuyucularına aiddir. Bədii ədəbiyyat oxuyarkən bizim əslində empatiya gücümüz də artır və bu empatiya gücümüz sadəcə özümüzü o insanın yerinə qoymaq yox, həm də koqnitiv empatiyamız da artır. Yəni o insanın bu düşüncəni və bu hərəkəti edərkən nəyin əsasında etdiyini anlayırıq və bu bizim təbii ki, sadəcə kitab obrazlarında qalmır. Orda düşündüklərimizi gerçək həyatda da biz gördükdə artıq çevrəmizdəki insanları da daha az, belə deyim, yargılayırıq, daha çox başa düşürük və bu bizim sosial münasibətlərimizə də məncə çox təsir eləyir. Mənim gözümdən deyərdim ki, mənim üçün oxumaq insanın bu bacarıqlarını da, yəni özünə bilgi yığmaqla yanaşı, həm də bu xüsusiyyətlərini də artırdığını düşünürəm. Tamamilə razıyam. Çünki biz bəzən hərişşünas olsaq da, məsələn, bu sahədə, o sahədə həyat gərəyi təcrübələrimizdən irəli gələn, amma hər kəs ola bilmir. Ancaq məhz mütaliə vasitəsilə, xüsusilə də siz vurguladığınız kimi, bədii ədəbiyyatı, müxtəlif romanları, poemaları və s. oxuyanda, oradakı obrazların hisslərini, duyğularını, arzularını, istəklərini yaşayırıq, istəsək də istəməsək də. Bu Bəli, adam nə düşünür, nə fikirləşir? Real həyatda bu mümkün deyil və bu ədəbiyyatın bəşəriyyətə bəxş etdiyi ən unikal imkanlardan biridir. Bir insan bir romanı, bir poemanı oxuduğu proses ərzində orada nə qədər epizod varsa, onların hamısını həyatını yaşayır. Belə deyək, qiyabi də olsa. bəli, Kim nə deyir, nə istəyir, mənim bu, tutaq ki, oxuduğum romanın qəhrəmanları və yaxud anti-qəhrəmanları hansı səbəbdən bu davranışları sərgiləyir? Məsələn, bu məşhur əsərdəki Dostoyevskinin Raskolnikov niyə cinayət törədir? Onun ağırlıqları, o vicdan tərəfi. Bunu ancaq biz oxuyaraq öyrənə bilərik. Və bəli, empati duyğusu ən önəmli duyğulardan biridir ki, bunu oxumayan insanlarda və mən əminəm ki, əgər bir eksperiment aparılsa, bəlkə də aparılıb, məlumatım yoxdur bu barədə, mütaliə edən insanlarda bu empati duyğusu daha güclüdür. Ola bəli, bilər, təcrübədə yaşayan insan, o istisnalar hər yerdə var, istisnalar ümumi qaydanı pozmur, amma bir qayda olaraq mütaliə edən insanlar bu empati duyğusunla daha yaxşı tanışdılar və koqnitiv şuur məsələsinə toxundunuz. Bu fikirlə də tam razıyam. Beyin çalışmalıdır, işləməlidir. Əgər biz sadəcə olaraq lap mən fəhlə olum, tutaq ki, müəllim olum, həkim olum və sair və ilax, istənilən sənətin peşənin sahibi olum. Əgər biz beynimizi çalışdırmasaq ki, beynin də çalışma yolu bir neçə yolu var, başqa yolu yoxdur. Onlardan biri mütaliədir. Məsələn, musiqi dinləyirsiniz və yaxud hansısa elmi mühakimələr aparırsınız, riyazi həllər, məntiqi tapşırıqları yerinə yetirirsiniz. Bunun özü də mütaliədir. Yəni, bu mütaliə yoxdursa, beyin getdikcə körşalır, paslanır və insanın hətta yaddaş problemlərinin də meydana gəlməsinə səbəb ola bilər. Çünki siz oxumursunuz, beyin işləmir, beynin o aidiyyatı orqanları fəaliyyət bəli, göstərmir və məntiqi nəticə olaraq insanın hətta mühakimə qabiliyyəti də istənilən kritik situasiyalarda düzgün qərarlar vermə qabiliyyəti də deyək, azala bilər. Əhəmiyyətli dərəcədə azala bilər. Məsələn,
vaxtilə Sovet hələ dönəmləri idi. Tutaq o cəbhədən cəbhəyə əsəri var idi. Polis təşkilatının fəaliyyətindən bəhs edən bir romandır. Çox gözəl, möhtəşəm bir romandır və Bəli, orada bir keçmiş hərbiçi geri qayıdır, polis orqanlarında işləyir. Amma bunun qardaşını o kriminal şəbəkə, kriminal dəstə məhz bunun qardaşını, kiçik qardaşına cəlb edir fəaliyyətə, prosesə, cinayətkar fəaliyyətlərə. İndi mən onu oxuyanda uşaq idim, amma indi təkrar, məsələn, yadıma salıram, görürəm ki, mütaliə həqiqətən də nə dərəcədə önəmlidir. Biz bu məhz mütaliə vasitəsilə cinayətkar və yaxud şər deyək, o hı hı, şərin, Nizami Gəncəvinin Xeyir və Şəri fəlsəfə anlamı, şərin necə işlədiyini, onun mexanizmlərini də yenə də qiyabi surətdə olsa da orada müşahidə edirik və istənilən o əsəri oxuyan bir gənc, bir yeniyetmə artıq hər hansı real vəziyyətdə belə hallarla, hadisələrlə üzləşsə, məsələn, onu kriminal dəstəyə cəlb etməyə çalışsalar, onda o əsər yadına düşəcək. Anasının hansı hiss, həyəcan, qorxu yaşadığını anlayacaq, qardaşını necə bəli. çətin bir vəziyyətdə qoyduğunu dərk edəcək və nəticə etibarilə bu bir əyani vəsait əslində bizim üçün. Özünün birbaşa birinci əl yaşadığı təcrübə yoxdur. Çünki biz həyatda hər şeyi təcrübədən keçirməyimiz üçün həyatımız, ömrümüz yetməz təbii ki. Amma Yox. nəyi də hansı ömrümüzün hansı hissəsində başımıza gələcəyimiz də bəlli deyil. Ona görə də əslində çox gözəl dediyiniz kimi bir vəsaitdir və deyərdim ki, qiyabi bir təcrübədir. Bir də siz bir məsələyi dediniz. Bu oxuyan insanlarla oxumayan insanların arasında bu empatiya gücünün artıb artmamasına əslində belə bir necə deyim, təcrübə keçirilib və Hı hı. elmdə bir theory of mind, zehin nəzəriyyəsi deyə bir Hı, belə deyim, düşüncə maraqlıdır. də var. Theory of mind odur ki, insanların hər birinin öz istəkləri, öz arzuları, öz düşüncələri olduğunu anlamaq və qarşı tərəfə və mənimkindən fərqli olduğumu başa düşmək və ona görə davranmaq teoriyasidir. Çox gözəl bir teoriyadır və düşünürəm ki, bu da elə bizim bunu nə qədər dərk etsək, empatiya gücümüz də o qədər təbii ki, artar. Mən bir məsələyə də toxunmaq istəyirəm. Bu əslində, belə deyim, mütaliədən çox bizim, siz dediniz ki, məsələn, yazının, üzə çıxdığı, kəşf olunduğu dönəm insan, bu yazının çıxmadan əvvəldən də təbii ki, əvvəlində də mövcud bir, məxluqdur. Bəs necə olur Hə. ki, bizim beynimiz, belə deyim, bu yazıları anlaya bilir? Alimlərə görə əslində bizim, belə deyim, beynimizdə, eee, oxumaqla bağlı bir hər hansı xüsusi gen və yaxud da ki, mərkəz yoxdur. Eee, təkamülümüzdə bu mövcud olmamışdır və fransız neyroalimi, Stanislas Deynə görə onun bir teoriyası mövcuddur. Bu neuronal recycling, yəni neyronların, yenidən istifadəsi tezisi var, hipotezisi var və o burada deyir ki, Homo sapiensdən öncə əcdadlarımızda, vizual anlama mərkəzi mövcud idi. Bu nə deməkdir? Məsələn, onlar ağacların, bitkilərin yarpaqlarının formasına görə, vizualına görə anlayırlar ki, bu zəhərlidir yoxsa yox və yaxud da ki, məsələn, bir ayı pənçəsi gördükdə onu anlayırdılar ki, burdan bir ayı keçib. Yəni bu artıq necə deyim, sadəcə şüurludur, amma sadəcə vizualları anlayır, yəni şəkilləri anlayır. Və bu Deyn neyroalimə görə bizdə oxuma üçün xüsusi bir mərkəz olmayıb, sadəcə biz inkişaf etdikcə bizim beynimizdəki bu vizual anlama mərkəzi hərfləri və yazıları reinteqrasiya edərək
belə deyim, inkişaf edib. Amma xüsusi bir oxuma anlama mərkəzimizdə olmayıb. Bizim bu, yazıları, sözləri anlama, beyin mərkəzimiz Visual, Word Form Area adlanır. Mənə bunu oxuduqda bir məsələ, ağlımda açıqcası bir tam anlaşılmaz oldu. Bəs doğuşdan korlar necə? Yəni bu insan heç bir zaman görməyibsə, amma onların axı biz bilirik ki, toxunaraq oxuma, yəni Braille əlifbası deyilir. Bəli. Bu əlifbalar mövcuddur. Onlar bəs necə bunu anlayırlar? Və ona da bir, açıqlama var. Eee, Həmin bu, onlar bu toxunaraq oxumaya, başladıqda bu dediyim, word form area, aktivləşir və onlar da həmin yolu anlayırlar. Və burdan bu məsələyə də gəlmək olar ki, həmin bizim beynimizdəki bu area əslində gözümüzə bağlı deyil də, birbaşa bizim, dilimizə bağlıdır, belə deyim, söz bazamıza bağlıdır. Bunu görməsək belə yenə də beyin onu, türklər demişkən algılayır və, bir sözlərə çevirə bilir. Bu mənim üçün çox maraqlı bir, fakt oldu açığı. Çünki bu o deməkdir ki, biz, yazını əslində bir dəfə öyrənmirik. Əgər siz əlavə, dillər öyrənirsinizsə və həmin o dilin, belə deyim də, əlavə bir əlifbası varsa, əslində biz beynimizin bu areasını yenə bir də, belə deyim, hərəkətə keçiririk və biz hər yeni əlifba öyrəndikcə beynin o areası əslində inkişaf edir deməkdir. Bu mənə çox maraqlı gəldi, çünki belə deyim, mən müxtəlif dillər bilirəm və ümumilikdə bu məsələyə görə oturdum, hesabladım ki, mən neçə əlifba bilirəm. Mən 6 əlifba bilirmişəm və onu başa düşdüm ki, mən beynimin bu, areasını 6 dəfə aktivləşdirmişəm yenidən, sıfırdan başlayaraq. Bu mənim üçün həqiqətən çox maraqlı bir, fakt idi ki, beynimiz necə də belə təkamülünü əslində hələ də inkişaf elətdirə bilir. Yəni təkamülü əslində beynimizin bitməyib deyə bilərik. Tamamilə maraqlı faktlardır. Bəli, Xüsusilə də bu amma məntiqlidir ki, görməklə bağlı deyil bu beynin o hissəsi. Çünki burda əsasən nitq məsələsidir. Nitq qabiliyyəti və bəli. nitqin də 2 bəlli forması var: şifahi və yazılı. Yazılı sonradan meydana gəlib və köklənib şifahi nitqə. Onun üzərində qurulub və başqa Doğru, cür əslində ola da bilməzdi. Çox maraqlı faktlar səsləndirdiniz. Təşəkkürlər. buyurun. Eee, və hər o xarici dillə bağlı mən də fikrinizi tam dəstəkləyirəm. Hər dəfə yeni bir dil öyrənəndə və yaxud hansısa bir materialları oxuyanda, yazanda, tam haqlısınız ki, beyin işləməyə başlayır, aktivləşir və beynin bir hissəsinin aktivləşməsi təbii ki, bu və ya digər formada digər hissələrə də müəyyən təsirini göstərir. Hı hı. Yəni o bayaqları qeyd etdiyim kimi, biz biri var, sadəcə yeyək, içək, gəzək, əylənək, və bununla da gələk dünya 70 il, 60 il, 100 il başa çatsın. Amma bax bu, intellektual fəaliyyətlər ki, mütaliə onların başında gəlir, bu həm fərdin özünün, həm cəmiyyətin, dövlətin, bütövlükdə bəşəriyyətin, uğurlu gələcəyi üçün. İndi bu da hətta o bizim o kodlarımızda olmasa da bu mütaliə məsələsi, demək ki, bu üst ağıl mı desək və yaxud təbiətmi, tanrımı, buna böyük bir ehtiyac duyur. İnsan zəkası, şüuru, dərin zəka, o əbədi enerji ki, bu mütaliəsiz bu işlər getməz. Əgər, Hı hı. biz insan nəslini, insan, cinsini başqa canlılardan ayırmaq istəyiriksə, mütləq buna bir ehtiyac var.
Çox maraqlı Bəli, faktlar səsləndirdiniz. Mən, elə bu sizə qulaq asasa, bu barədə ağlıma bu fikirlər gəldi, istədim bunları vurğulayam. bəli. Faydalarıyla bağlı biz bəzi məqamlara toxunduq ki, beyin çalışır, yatmır, paslanmır. Eee, Koqnitiv baxımdan faydalıdır, mühakimə qabiliyyəti, məntiqi mühakimədən, rasional düşünmədən söhbət gedir. Çək-çevir etmə, sorğulama, tənqid, bunlara təbii ki, kömək eləyir və eyni zamanda deyək, eee, siz də vurğuladınız onu, dünya görüşünü artırır insanın. Məsələn, mən burada oturmuşam, eee, tutaq ki, o Başsız Atlı filmi var idi. Bilmirəm, filmi də var, onun əsəri də var və yaxud Var. Daniel Defoe'nun Robinson Crusoe əsəri. Dünyanın o bölgələrində, o regionlarında və yaxud, Səfirlər əsəri. Olmamışıq biz. Eee, Coğrafi baxımdan bizim dünya görüşümüzü artırır və zamanda səyahət məsələsi. Hələ ki, real olaraq belə bir insani imkan yoxdur. Biz zamanda geriyə və yaxud irəliyə gedək. Proqnozlara əsasən milyon il sonra bundan, əgər olarsa, belə texnologiyalar kəşf oluna bilər. Amma bunlar sadəcə hələ bir proqnozdur. Məhz mütaliə vasitəsilə biz zamanda yolçuluq eləyək. Keçmişə gedə bilirik, gələcəyə gedə bilirik. Mən onu bir dəfə paylaşımlarımın birində demişəm, deməli, çox, maraqlı bir məqamdır o. 70-ci illərdə, rəhmətlik, səhv etmirəmsə, Əli Səttar Atakişiyev, bu Sehrli Xalat filan və bu filmlərin, senaristidir, rejissorudur. Onun bir hekayəsini oxumuşdum mən, kiborq haqqında. Kiborqun düşüncələri, hissləri, duyğuları. Kiborq, balaca bir robotdur da və bugünkü anlamda. Mən də uşaq idim, amma onu tam dərk etməmişdim o zaman. Sadəcə indi geri dönüb baxanda bu müasir texnologiyalar ki, çıxıblar, bunlar, geniş yayılmağa başlayıblar. İndi mənə maraqlı gəlir, bax, o əsəri tapa bilmirəm. Tapa bilsəm o hekayəni bir də oxuyardım. Mütaliə insana bunu verir. Hı hı. İlk dəfə televiziyalarda bu robotları falanları göstərəndə, ilk mənim yadıma düşən o əsər oldu. Ki, demək ki, həmin o hekayə məni əslində gələcəyə götürüb. Fiziki baxımdan yox, şuur baxımdan, ağıl, dərk etmə baxımından. Və, beləcə də insanın dünya görüşü həm coğrafi baxımdan, həm zaman baxımından genişlənir, inkişaf edir. Bir məqama bayaqları çox doğru toxundunuz ki, çox mütaliə edən adamlarla, heç mütaliə etməyən adamlar arasında yenə də deyirəm, istisnalar var, amma əksər hallarda söhbət tutmur. Bu adamlar bir-birini anlamır. Elementar estetik baxımdan, zövq baxımından, məsələn, mütaliə hesabına dünya görüşünü möhkəmlədən adam elə musiqilərə qulaq asır ki, o birisinin zövqündən tamamilə fərqlidir. Bu Hı hı. ailədə də belədir. Məsələn, 2 nəfər ailə quracaq gənc, tutaq, 19, 20, 25. Bunların biri əgər hətta təhsillidirsə, o birisi təhsil almayıbsa, mən təcrübədə də görmüşəm bunu, o ailədə çox narahatlıqlar olur, çox problemlər olur. Bəlkə də varlı kasıb uyğunlaşa bilərlər, amma mütaliə edənlə mütaliə etməyənin arasında çox böyük uçurumlar olur adətən. Çünki bu artıq ağıl, şuur, dərk etmə məsələsidir. Hər problemi hər kəs başqa cür görəcək. Ancaq yenə də deyirəm, məni dəyərli izləyicilərimiz yanlış anlamasınlar, istisnalar hər yerdə var ki, bu da ümumi qaydanı pozur. Sizin bu dediyinizdən mənim sizə bir müəllim olaraq bir sualım doğulur burada. Günümüzdə təəssüf hissi ilə deyirəm ki, Azərbaycanda ümumiyyətlə belə deyim, universitet oxuyanların sayı çoxdur, amma onu
real bir şəkildə, yəni oxuyanların sayı qat-qat azdır. Az, Bir az. müəllim olaraq siz bu haqda nə düşünürsünüz və sizcə bu bizi necə bir uçuruma aparır? Yəni diplomlu olub da, amma o diplomluq haqqında heç bir məlumatı olmayan insanlar sizcə bizim gələcəyimiz üçün necə bir zərərdir və yaxud da ki, qorxudur? Bu çox aktual və ağrılı məqamdır. Bəri başdan onu deyim ki, mütaliə, oxumaq, təhsil, elm bunlarda məcburiyyət ola bilməz. Yəni, məsələn, müəllimləri tənqid edirlər, universitetləri tənqid edirlər, təhsil siyasətini təşkil edən qurumları tənqid edirlər ki, bəs hara baxırlar, niyə bu belə filan. Mən öz təcrübəmdə də görmüşəm, tələbəlik illərimi xatırlayıram və uzun müddət də pedaqoji fəaliyyətlə məşğul olmuşam. Paralel şəkildə başqa deyək, xidmətlərlə məşğul olurdum, amma həm də dərs deyirdim universitetlərdə. Hələ görməmişəm ki, kimsə oxumaq istəsin və oxusun, onun qarşısını alsın və yaxud ona dəstək nümayiş etdirməsin. Ancaq bizim cəmiyyətdə bir təəssüflər olsun ki, indi mən bunu deyəcəm, dəyərli izləyicilər də indi nə münasibət göstərəcəklər özləri bilərlər. Bir fobiya var sanki. Elm dahisi olmaq fobiyası. Yaxud mütləq diplom fobiyası. Sanki diplom insana nəsə verir, insanı ucalara qaldırır. O Mən çox üzr istəyirəm, xanımlara münasibətdə deyirdilər ki, qızım mütləq bildi, bilmədi, oxudurlar ki, ailə quranda diplomla cehiz rolunu oynasın. Yəni bu oğlana da əsgər getməsin deyə mütləq təhsil almalıdır, magistratura bitirməlidir, hətta alim olmalıdır. Bəlkə bu adam özü istəyir, istəmir. Bu bizim cəmiyyətimizin problemidir. Və çox ciddi problemdir. İşləyəndə öyrənəcək, nə bilim, sonra belə olacaq, belə olacaq. İndi artıq o dövr getdi. O Sovet dönəminin fikridir, o da ideoloji təhsilidir, özünü də doğrultmadı. Heç bir cəhətdən. Bugün real, praktiki təhsil sistemləri də artıq. Hələ BMT-nin belə bir şüarı var son illərdə, o təhsillə, UNESCO-nun təhsil qurumlarıyla işləyən adamlar yeni nəzəriyyələr irəli sürürlər və bu şüarın da məğzi ondan ibarətdir ki, hamımız eşitmişik onu. İnsan bu ədəbi deyək, baxımdan yanaşsaq, bu əslində bir müdriklik xəzinəsinin nümunəsidir. 1000 illər boyu bu şüar var. İnsan dünyaya gələndən ölənə qədər oxumalıdır, öyrənməlidir. Lifelong learning. Bu lifelong learning şüarının 21-ci əsrdə məğzi ondan ibarətdir ki, texnologiyalar təhsil sahəsini də, əmək bazarını da deyərdim ki, aylar içərisində dəyişdirir. Hətta il belə deyək, çox uzun müddətdir bu dəyişiklikləri müşahidə etmək, bu dəyişikliklərin baş verdiyini görmək üçün. Ona görə bu BMT-nin, UNESCO-nun, digər beynəlxalq təşkilatların, dövlətlərin aparıcı qurumlarının mütəxəssisləri artıq bunu tələb kimi qoyublar ki, bir yerdə dayanmaq olmaz. Bu hər kəsə aid. O ki qaldı, sən getdin, bir vasitə, bir dostluq, plan, bir diplom aldın, gəldin. İndi Azərbaycan cəmiyyətidir də, yenə də deyirəm, biz balaca bir ölkəyik və insanlar bir-birini tanıyır. Bizdə cəmiyyətin toplu halda qəzəbinə heç kim duş gəlmək istəmir. Açıq, yəni mən bunu ifadə edirəm. Bunu hələ paylaşımlarımda da demişəm. Təhsil sahəsi də olsun və heç kimin əslində borcu da yoxdur ki, sən əgər mən tələbəyəm, tutaq ki, mən oxuyuram, oxumuram, kimin nəyinə lazım? Amma bu günləri o əziyyəti çəkən insanlar çox. Artıq qutarırlar, diplomları da var, iş də tapa bilmirlər. Hə, indi o
Mövcud ixtisasların bazarın tələbinə uyğunlaşdırılması da bu başqa bir mövzu. Biz o barədə əgər maraqlı olsa, sizin üçün ayrıca bir, paylaşım hazırlayarıq ki, təhsil ixtisaslarının bu 21-ci əsrin texnoloji əmək bazarının tələblərinə uyğunlaşdırılması. Bəli. Amma haqlı məqama toxundunuz. Gərək insanlar burada necə ki, bax, konstitusiyada təməl müddəalardan biridir. Kimsə zorla işlədilə bilməz, kimsə zorla evləndirilə, ailə qurmağa məcbur edilə bilməz. Eləcə də təhsil hər kəsin hüququ yazmır, təhsilə hamı məcburidir. Bəli, bir təməl təhsil var, baza təhsili ki, onu almalısınız, məcburiyyətli, icbari təhsil deyirlər buna. Amma mən dövlət olaraq, ya müəllim olaraq, siz, mən gedib kimisə zorla döyə-döyə ki, yox, sən diplom alacaqsan, bu diplomun haqqını verməlisən. Hı İnsanlar hı. özləri qərar verməli. Zaman mən bunu dəfələrlə başqa bu təhsil sahəsində çalışan mütəxəssislər olub və jurnalistlərdən də olub ki, mənə suallar vermişdilər. Mən orada da demişəm ki, mən o fikirlə qətiyyən razı deyiləm. Artıq 18 yaşa çatanda biz şəxsiyyət vəsiqəsi alırıq və hər kəs öz seçimini özü edir. Siz əgər universitetə gəlirsiniz, pul, kapital yatırırsınız ora, valideyn və yaxud siz özünüz, eləcə də vaxtınız bitir, vaxtı heç bir pulla almaq olmaz. Sən əgər seçimini belə edirsənsə, onda çox çətin. Adamın özü üçün də çox böyük problemlər yaranacaq gələcəkdə. Mənim əmək təcrübəmdə də olub ki, qoy gəlsin işləsin, işləyəcək. Onu öyrət. İndi iş yeri öyrənmək yeri deyil axı. Hı Hətta mən hı. çalışmışam o deyən adamın xətrinə ki, bir şeylər öyrətməyə, onu belə eləməyiblər. Ona belə diqqət yetirməyib. Bəli. Yəni bu bizim cəmiyyətin reallıqlarıdır. Bu bizim cəmiyyət özü əvvəllər necə idi Şəms xanım? Dədə-babadan belə bir qayda var idi. Gətirirdilər, şərit verirdilər kiminsə yanına, deyirdilər, əti sənin, sümüyü mənim. Yəni, öyrət. Hı hı. Amma indi biz deyirik, yox, mənim balama dəymə, özdə yüksək qiymət yaz. Hı hı. Hamısı qiymətlərin indiki qiymətləndirmə sistemindən 10 bal olsun. İndi sən özün axı vicdan meyarı var. Tutaq ki, bir nəfər gecə-gündüz oxuyur, çalışır. Gəl bir dəfə sinifdə otur, auditoriyada otur, gör övladın danışanda neçə qiymətə danışır. Valideynlərin hətta təhsili olmasa da bunu edə bilərlər. Çünki o dünya görüşü, o təcrübələri var. Valideyn bir ömür Bəli. yolu. O vicdan meyarı əsasında da sən uşaqlarının qiymətini, övladının qiymətini tələb elə. Gör kəsirlər o tələbənin qiyməti. Amma yox, sən məcbur edəndə ki, yox mənim uşağıma əmioğlu, dayıoğlu, xalaoğlu, bibioğlu, mənim uşağıma yüksək qiymət, onda da bax, belə olur ki, uşaq hətta bəzən indi o qırmızı diplom deyirlər, onunla qurtara bilər, amma ortada bir nəticə yox. Bu o demək deyil ki, o Hı uşaq hı. acından öləcək. Gedəcək, iş tapacaq, amma onun vaxtı getdi axı, 4 ili getdi. Nə bilim, bəlkə başqa şansları ola bilərdi, o şanslar əldən getdi. Təhsil çox gözəl bir şeydir, amma istəksiz olanda mən onu qəbul edə bilmirəm. Siz dediyiniz kimi məncə bu təhsil haqqında biz bir ayrıca epizod eləyək. Çünki siz danışdıqca mənim ağlıma o qədər suallar Ya, gəlir ki, amma belə deyim də, yəni, tam bu mutaliə mövzusundan biraz kənarda daha çox təhsil və təhsilli və təhsilsiz insanların cəmiyyətdəki rolu haqqında daha çoxdur. Biz inşallah ayrıca bir epizod məncə buna çəkək və bu haqda da baş üstə, danışarıq. baş üstə, baş üstə. Gözəl sual verdiniz. Yəni, tutaq ki, elmi dərəcəsi ola bilər belə adamın. Məsələn, Ramin müəllimi tutaq ki, elmlər doktorudur, amma o qədər bu mütaliədən kənardır ki, bir də görərsiniz, avtomobil idarə edəndə bu özünü cəmiyyətin içərisində, ictimaiyyətin arasında bu özünü göstərir. Bir də görərsiniz, Ramin müəllim tutaq ki, 60 sürət olan yerdə 120 ilə getdi. Nə bilim, Hı. gəldi bir restorana, orada ona durub yol, yer, stol, masa təklif eləmədilər deyə
Ramin müəllim küsdü, incidi, getdi və sair və ilə axır. Yəni belə oxuyan, mütaliə edən insan istər-istəməz bu cür formalaşır. Mütaliə Bəli, etməyən insan, o siz dediyiniz instinktiv olaraq nə kodlar varsa, onun əsasında davranır. Bəs dövlət də bu qədər ilkin investisiya yatırır, bu qədər universitetlər, bu qədər təhsil, ocaqları var. Mən razıyam sizlə. Yəni bununla bağlı ayrıca bir paylaşım edərik. bəli, bəli. Elə mövzumuza qayıtsaq, məndən bir dəfə yadımdadır ki, şərhlərdə soruşmuşdular ki, məsələn, imtahan verəcəm, deyəsən Azərbaycan dilindən, ancaq yazı qabiliyyətlərim biraz zəifdir. Bunu mən necə inkişaf etdirə bilərəm filan. Bunun bir yolu var, mütaliə. Bax, mütaliə nitq qabiliyyətlərini də inkişaf etdirir. Həm yazılı, həm şifahi. Orator olmaya bilərsiniz. Yəni sırf peşəkar natiq olmaya bilərsiniz. Public speaking başqa bir şeydir. Biz hamımız, yəni ictimaiyyət qarşısında çıxış, bax 100, 1000, 10.000 adam dayanıb sənə baxır, sən danışırsan və yaxud bu kamera qorxusu deyilən bir şey var. O ənənəvi, o aparatlar tuşlananda insana biraz həyəcan keçirir, danışığını itirir və s. Bunlar başqadır. Amma ümumilikdə əgər müəllimsizsə, həkimsizsə, hansısa tutaq ki, auditoriyada, yaxud pasientlərlə, yaxud həmin o təşkilatda keçirilən bir tədbirlər zamanı fikirlərinizi sərbəst ifadə edəcəksiniz, yaza biləcəksiniz. Mütaliəsiz bu qabiliyyətləri, nitq qabiliyyətlərini inkişaf etdirmək olmaz ki. Mütaliə həm də kömək edir ki, insan öz doğma ədəbi dilində peşəkarlaşsın. Ədəbi dilində. Bizim hamımız, hər birimiz bir regiondanıq. Və bu da bizim əslində xəzinəmizdir. Bu dialektlər, regionlardakı o şivələr, ləhcələr, bunlar hamısı çox gözəldir, çox dəyərlidir. Ancaq hamını birləşdirən bir ədəbi dil var. Yazılı və həm də şifahi. Mütaliə bizə yardım edir ki, biz o vahid, hamımızı birləşdirən ədəbi dil çərçivəsində danışaq, yazaq, pozaq. Yoxsa hərə öz ləhcəsində, hərə öz... Bu, bir toy məclisində olar. Amma auditoriyalarda, elmi mərkəzlərində, siyasi sferada, hüquq çərçivəsində bu, yəni, mən ağlıma gətirə bilmirəm. Bax, bu nitq qabiliyyətinin vahid ədəbi bir yolla, cığırla irəliləməsində mütaliənin rolu danılmaz, əsla danılmaz. Bax, bu mütaliənin bu rolu da var. Ancaq oxuyaraq Doğru. biz bunu özümüzdə bu qabiliyyətləri təkmilləşdirə bilərik. Stresi azaldır insanda. Mən də bilmirəm, başqalarına deyə bilmərəm. Mən özüm öz payımdan deyirəm. Götürürəm, məsələn, tutaq ki, indi bəzi kitablar var indi burada, 3-4 dənəsi buradadır. O kitabı oxuyanda məndə o günün ağrısı, yorğunluğu çıxır mən. İnsanın stresi azalır. Amma filmə baxanda, məsələn, bəzən, təbii filmə də baxmaq lazımdır. Mən bu film industriyasına tənqid eləmirəm. Amma ilk o sadaladığımız faydaları götürmək üçün kitab oxumaq lazımdır. Film bizə kömək eləməyəcək. Serial bizə kömək eləməyəcək. Məndə bu, əgər çox yorğunsuz, gərginsiz və s. Baxacaqsınız. Mütaliə həm də adamı bir növ ekspertə çevirir. Məsələn, bax, region üzrə ekspert, sahə üzrə ekspert. Məsələn, bu Əfqanistanla bağlı, misal üçün deyirəm, o İkin Gəlin romanı. O romanı oxuyanda adam elə bilir özü Əfqanistandadır. Müəyyən hadisələr, Xalid Hüseynin əsərlərini oxuyanda, o geopolitik bir prosesdir də, o devlərin orada toqquşması, nələr baş verdi. Necə gözəl təsvir edir o Xalid Hüseyin o prosesləri orada. Çərpələngi uçuran və dağlardan sada gəldi və s. Oxuyursan elə bil Əfqanistandasan. Ekspertsən də artıq müəyyən dərəcədə.
yeni sözlər, yeni dillər, yeni terminlər və yaxud, deyək ki, oxumaq, mütaliə bütün bu sadaladığımız faydaların fonunda bir üstünlük də verir bizə. Mən onu özümdə də müşahidə etmişəm. O ekspertlikdən irəli gələn bir şeydir. İntuitiv bacarıqlar elə bil inkişaf eləyir. İnsan sanki ön görə bilir müəyyən hadisə və prosesləri. Məsələn, müəyyən bir xarakterə, xüsusiyyətə malik olan insanların davranışlarını ön görə bilirsiniz ki, bu axırda nəyəsə gətirib çıxardacaq. Hı Məsələn, hı. həddindən artıq davranış pozuntuları olan insan yeniyetmə dövründə görürsünüz, deyirsiniz ki, bu uşaq Allah kömək olsun, nəsə bunun axlı yaxşı yerə getməyəcək. Çünki bir neçə personajı oxumusunuz, rastlaşmısınız, oxumusunuz, mütaliə eləmisiniz, çək-çevir eləmisiniz və nəticədə bir də baxırsınız ki, mənfi də olsa, müsbət də olsa, sizin proqnozunuz elə bil düz çıxdı. Sizin o bəzən intuisiyası adamın özünü qoruyur. Bəli. Bir adam var, gəlir bir mərdimazar ilişir filan. Məsəl üçün də iş yerində olsun, filan bazarda, dükanda. Bax, mütaliənin bu qədər faydaları var ki, bəlkə biz hamısını hələ sadalaya bilmədik, yekunlaşdıra bilmədik. Neqativ tərəfini deyənlər bizim bir el sözü var, deyirlər ki, oxumaqdan başı xarab olub. Əmin ola bilərsiniz ki, əziz dostlar, oxumaqdan başı xarab olan yox. Bu oxumaqdan deyil. Bunun başqa səbəbləri var. İndi bu mövzumuzu da uzatmaq istəmirəm. Amma əlbəttə ki, baxır nəyə oxuyursunuz da, o oxuduğunuz əsərlərin keyfiyyətindən də çox şey asılı olur. Var. O dünya klassikləri var, Azərbaycan klassikləri var. Əlbəttə ki, bütün səhifələrində zorakılıq təbliğ olunan, qeyri-insani davranışlar təbliğ olunan əsərləri oxusaz da, onları film kimi seyr eləsəz də, onun əlbəttə Bəli. ziyan olacaq. Ona görə dünya klassikləri var. Dünyanın ilk 100 əsəri, dünyanın ilk 500-ü, 1000-i. Bu mütaliə bunun üçün bax, bu cür təsnifatlaşdırılır. Seçim qoyulur insanlar qarşısında ki, bu əsərləri oxuyun. Bu bestsellerdir, bu filandır. Və ümumiyyətlə, o Nizami Gəncəvi yaradıcılığında da var. Əsər bəşəri hissləri təlqin etməlidir. Hı hı. Universal, insani hissləri təlqin etməlidir. Əks təqdirdə nə olur olsun, nəzm ya nəsr bir önəmi olmayacaq. Onsuz da insan zorakılığa meyillidir. Onsuz da insan pozuntulara, nə bilim, qeyri-insani davranışlara meyillidir. Bu genetik olaraq var hər bir insanda. Bəs yazmağın, oxumağın, o şuurun əsas elə rolu bundan ibarətdir ki, bizi o sıfır nöqtədən uzaqlaşdırsın, qaldırsın, ucaltsın insana. Nəsmi demiş. Mükəmməl insana doğru, kamil insana doğru. Bəli. Belə, mən fikirlərimi yekunlaşdırdım Şəms xanım. Çox sağ olun dinlədiyiniz üçün. İndi sizin əlavələriniz əgər varsa məmnuniyyətlə dinləyərdim. Çox sağ olun. Sizin əslində bu toxunduğunuz bir mövzuda bir kiçik araşdırma haqqında da fikir bildirmək istəyirəm. Siz dediniz ki, oxumaq sizdə stressi azaldır. Bu əslində təsadüf deyil. Bu həqiqətdir, belə deyim. Oxuduğumuzda biz əslində siz deyirsiniz ki, məsələn, stressi azaldır və yaxud da ki, məsələn, günün problemlərindən məni uzaqlaşdırır. Bu əslində təsadüf deyil, çünki bizim beynimizdə diqqəti yayındırmır, bizdə neyrokimyəvi dəyişikliklərə, orqanizmimizdəki neyrokimyəvi dəyişikliklərə gətirib çıxardır. Sussex Universiteti və MindLab International-ın araşdırmasına görə çox yox, yəni cəmi gün ərzində 6 dəqiqə oxumaq belə bizdə stres hormonu olan kortizolu səviyyəsini aşağı salır və parasempatik sinirlərimizi sakitləşdirir, sinir sistemimizə təsir edir və belə deyim, nəbz
bu sayədə az aşağı düşür. Həmçinin də bizdə belə deyim, alfa beyin dalğaları ki mövcuddur. O bizim dincəlmə və ayıq bir şəkildə olarkən, necə deyim, sakinlik sistemimizdir. Bu alfa dalğalarımızı da yüksəltdiyi üçün bizim beynimizdə bu neyrokimyəvi dəyişikliklərə səbəb olur. Yəni bu sadəcə fikrimi dağıtdım deyil, amma həqiqətən də elmi olaraq da bizə çox böyük təsir göstərir oxumaq. Maraqlıdır. Yəni bu Bəli, elmi araşdırmalar da bax bu baxımdan önəmlidir ki, indi mən məsələn bunu ehtimal olaraq dedim ki, təcrübəmdə yaşamışam əslində, ehtimal yox, təcrübəmdə yaşadığım bir məsələdir, amma bunun elmi əsası da var, sübutu da var. Çox sağ bəli. olun. Buyurun. Xoşdur. Belə açıqcası mənim başqa, əlavə etmək istədiyim əslində biz saatlarla danışa bilərik bu haqda təbii ki, amma xüsusi olaraq vurğulamaq istədiyim bir, fikrim yoxdur. Düşünürəm ki, mümkün qədər əlimizdən gəldiyi qədər, əhatə eləməyə çalışdıq. Təşəkkür edirəm sizə də dəyərli fikirlərinizə görə, vaxtınıza görə. Həmçinin də dinləyicilərimiz də, bizə vaxt ayırıb bizi dinlədiyi üçün də ayrıca təşəkkür edirəm. Məndən bu qədər. Mən də sizə öz növbəmdə Şəms xanım, bu, təşəbbüsə görə də, bu mövzuya görə də, ümumiyyətlə bu cür layihələrə görə də təşəkkürlərimi çatdırıram. İzləyicilərimizə də minnətdaram və ümidvaram ki, indi biz çalışırıq, əlimizdən gələn çərçivədə, əlimizdən gələn qədər, cəmiyyətimiz üçün faydalı olaq. Onlara da təşəkkürlər izlədikləri üçün, dəstəklədikləri üçün. İndi sosial şəbəkə hesabları üzərindən bu paylaşılır. Onlardan da böyük bir nəsə tələb olunmur. Şərhləri, layiqları, bəlkə də mövzuda təklif eləyə bilərlər gələcəkdə. Bu da bizim üçün çox böyük dəstək olar və biz də həvəslə başqa mövzular üzərindən söhbətlərimizi davam elətdirərik. Sizə də Mütləq. təkrar təşəkkürlər. Mən təşəkkür edirəm. Çox sağ olun. Sağlıqla qalın. Sağ olun.